Görüşümüzə başlayırıq. Vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirəm. Bugün sizə faydalı olmağa çalışacağam və sizə bu şirkətin necə möhtəşəm olduğunu, bizə bütün dünyada daha sərsəli səyahət etmək, daha çox səyahət etmək, bu dünyanı görmək və artıq pul ödəmədən bunu etmək imkanı verdiyini danışacağam. Mənim adım Yekaterina Babushkinadır. Ümumiyyətlə, mən artıq 15 ildən çoxdur ki, Torontoda yaşayıram. Mən Belarusdanam. Bugün Valensiyadayam. Artıq bir həftə ərzində 3 ölkəyə səfər etmişəm. Vilniusə getdik və orada bir gecə qalmağa məcbur olduq. Sonra İngiltərədə də uçuşumuza gecikdiyimiz üçün bir gecə qalmağa məcbur olduq. Bu həftə ərzində məhz bu klubun sayəsində artıq $400 qənaət etmişəm. Sadəcə ona görə ki, daha sərsəli qiymətlərə və bizim. Bax, bu Kravorum Elit Səyahətçilər klubuna çıxışım var. Bu, bizə həqiqətən də xeyli qənaətlə səyahət etməyə imkan verir. Bu klubda olduğum 2,5 il ərzində çox səyahət etməsəm də artıq $15,000-dan çox qənaət edə bilmişəm. Sadəcə bir düşünün, ictimai platformalara nə qədər artıq pul ödəyərdim. Bu, ən yaxşı halda artıq pul ödəyərdim. Ən pis halda isə bəzi bu tətillərə ümumiyyətlə getməzdim. Bunu tam səmimi etiraf edirəm. Çünki mən Nuzlu işləyəndə ümumiyyətlə ixtisasla iqtisadçıyam, Belarusiyada mühasib işləmişəm. Kanadaya keçəndə ödə sahəsində yenidən təhsil aldım. Əvvəl testçi kimi başladım, sonra dizayner, daha sonra isə biznes analitik oldum. Amma bugün dəqiq deyə bilərəm ki, tamamilə fərqli bir həyatım, tamamilə başqa imkanlarım var. Bu, zaman azadlığıdır, hərəkət azadlığıdır. İndi kimlər qoşulubsan, biraz əvvəl müzakirə edirdik ki, bugün artıq ölkəyə bağlı deyiləm. Bax, biz İspaniyaya gəldik ki, bəlkə Portuqaliyaya da gedək, baxaq, hansı ölkədə yaşamaq istədiyimizi seçək, orada qalmaq istəyirik. Yəni bu şirkət mənə bu 2,5 il ərzində təksi kifayət qədər böyük bir məbləğdə pul yığmaz imkanı vermədi, həm də biznes qurmaz, əlavə gəlir əldə etmək imkanı verdi. Bütün bunlar barədə sizinlə bölüşəcəyəm. Baxın, bizim şirkət Kravorum Amerika şirkətidir, tamamilə qanunidir və 10 ildən artıqdır ki, bazarda şəffaf fəaliyyət göstərir. Bəli, və o 100-dən çox ölkədə rəsmi, həm də qanuni olaraq açıqdır. Bu ölkələrdə insanlar qoşulub dünyanı gəzə bilərlər. Sona qədər qalan ən səbirlilərə isə əlavə gəlir imkanı paylaşacağam. Bütün bunlar ikinci hissədədir. Amma əslində mənim həmişə çatdırmağa çalışdığım ən vacib məqam budur ki, insanları burada əlavə biznes imkanının olması, yəni referral marketing, affiliat marketing və ya franchising adlandırın necə rahatdırsa, bu məsələlər çaşdırmasın. Buradan bunlardan əlavə ən əsas üstünlük turizm üçündür. Bu, turizm şirkətidir. Və burada heç kimi dəvət etməsəniz belə, sadəcə müştəri olmaq, özünüz və ailəniz üçün səyahət etmək istəsəniz, böyük üstünlükləri görəcəksiniz. Hər il siz şirkətdən yığılan sistem üzrə 2 məzuniyyət əldə edirsiniz. Üstəlik, bizdə əlavə bonus məzuniyyət də var, özü də çox möhtəşəmdir. Bizdə turistik ballar qazanılır. Əlavə bir platformamız var, burada siz turagent qiymətləri ilə hətta ondan da ucuz səyahət edə biləcəksiniz. Və üstəlik, burada kəşbək də var. Bir də maraqlı və çox perspektivli turizm sənayesində əlavə gəlir əldə etmək istəyənlər üçün əlbəttə ki, mən də sizinlə bölüşəcəyəm, məhz biznes imkanı barədə. Bu arada mən bura ilk növbədə bunun üçün gəlmişəm. Məni biznes imkanı maraqlandırdı. Mənim burada olmağımın səbəbi passiv gəlirdir. Çünki səyahət etməyi onsuz da sevirəm. Bilirdim ki, əgər pul azadlığım, vaxt azadlığım olsa, dəqiq bilirəm ki, daim səyahət edəcəyəm. Bax, bu bütün üstünlüklər sizə də aid olacaq, siz qoşulanda. Siz bizim platformalara çıxış əldə edəcəksiniz. Orada kurortlar, otellər, kruzlər, maşın icarəsi, parklar, turlar, aktivliklər, əyləncələr tapa biləcəksiniz. Bütün bunlar çox rəqabətli qiymətlərlə. Bu, digər sosial platformalarda istifadə edə biləcəyiniz bütün xüsusiyyətlərə və daha çoxuna malikdir. Çünki turizm saytımız platformalarımızdan biridir. Burada otellər, kruzlər, avtomobil icarəsi, uçuşlar görürsünüz. Evlərimiz var. Bir həftəlik kirayə verə bilərsiniz. Hətta fəaliyyət bazarımız var. Və mənim çox xoşuma gələn odur ki, hər dəfə turizm saytımız vasitəsilə rezervasiya etdikdə, burada refund kredit toplayırıq, düzdür. Yəni bu keşfetdir. Sonra isə bu refund kreditləri növbəti rezervasiyalar üçün istifadə edə bilərik. Bu hələ hamısı deyil. Burada qiymət zəmanəti var. 110% qiymət zəmanəti. Əgər mən burada bizdə daha ucuz qiymət tapsam, xoşbəxt oluram, hər şey əladır. 3% keşbekimi alıram və üstəlik əlavə qənaət edirəm. Rezervasiyadan sonra 24 saat ərzində başqa saytda qiymət aşağı düşsə, deməli artıq çox pul ödəmiş oluram. Məndə 24 saatlıq qiymət zəmanəti var. Şirkət mənə həmin saytdakı qiyməti verəcək, üstəlik fərqin 10%-ni əlavə edəcək. Yəni bu iqtisadi cəhətdən sərfəlidir. Bəzən bu turizm saytımızla belə hallar ola bilər. Məsələn, mən İngiltərədə bron etdim. Saat 10-da otelin resepsiyonuna gəldim və dedim, bugün bir gecəlik qiymətiniz sabaha qədər nə qədərdir?
O isə mənə dedi, 140 funt. Səyahət saytımıza girirəm və mənə bunun 20 funt ucuz olduğunu deyir. Deyirəm, biraz gözləyin, indi oteli bron edəcəm. Mən isə axşam saat 10-da bizim turizm saytımıza daxil oldum. Mən bugün üçün gecə sifariş edirəm və dərhal bir dəqiqə sonra deyir, bəli, rezervasiyanızı görürəm. Mən 20 funt qənaət etdim. Axı bir gecə orada 140 funt idi, düzdür? Yəni, böyük fərq deyil. Deməli, cəmi 20 funt qənaət etdim. Mən Las Vegas'da 2 gecəyə 3400 qənaət etmişdim və bununla bağlı ekspedisiya ilə müqayisədə screenshotlarım da var. Biz ailə ilə eyni turizm saytından istifadə edərək Cancun'a, Meksikaya getmişdik. Mənə hər şey daxil 5 günə hamısı birlikdə 2900-ə başa gəldi. Başqa bir saytda isə mənə 2900-ə başa gələn həmin paket 5900 idi. Mən dərhal 3000 qənaət etdim. Belə nümunələr çoxdur. Amma bəzən bu 20, 30, hətta 50 dollar da ola bilər. Amma bir həftə ərzində Venice, London, Alicante və Valencia'ya getdim. Bu həftə ərzində bizim platforma sayəsində 400 dollar qənaət etdim. Razılaşın, bu istənilən səyahətçi üçün əla qənaətdir. Halbuki mən Booking və Expedia'da müqayisə edirdim. Bu da bizim platformalardan biridir. Bizim dünya turları əsas məhsulumuzdur. Dünya turların əslində proqramımızın fəlsəfəsini əks etdirir. Bizdə üzvlük haqları var və bizdə yığın sistemi mövcuddur. Mən bu ifadəni çox sevirəm. Anam həmişə deyirdi, zövqü təxirə salman, zövq üçün yığ. Mən bunu biraz dəyişib belə dedim. Səyahəti təxirə salmaq, səyahət üçün yığ. Yəni, səyahətlərini düzgün planlamağı bacarmaq da əslində maliyyə savadlılığıdır. Və məhz bizim Claworking klubumuz bizə növbəti səyahətimizi düzgün planlamaqda kömək edir. Dünya turlarımız 4 və 5 ulduzlu otellərdə bron edilmiş tarixlər və mehmanxanalarda istirahətdir. Bu çox rahat sistemdir. Hətta bilirsiniz, bəzən belə olur. Mənə deyirlər, müəyyən tarixlər, müəyyən otellər olanda xoşum gəlmir. Mən isə əksinə bu imkandan xəbər tutanda məhz bu məqam mənim üçün ən çox rezonans doğurdu. Mən çox sevirəm ki, kimsə mənim əvəzinə hər şeyi əvvəlcədən düşünüb, alıb hazırlasın. Üstəlik, bizim Travortim şirkətimiz otellərlə birbaşa razılaşır və topdan satış qiymətləri əldə edir. Və şirkətimiz bizim üçün bu dünya turlarını bir il əvvəldən alıb saxladığı üçün uyğun olaraq artıq bu topdan satış qiymətini bizim üçün dondurur. Mən ümumiyyətlə belə şeyləri özüm üçün çox sevirəm. Mənə elə gəlir ki, bu məhz mənim üçün ən çox rezonans doğuran ideyadır. Çünki mən həmişə məsələn, oktyabrda ad günüm olur, həmişə harasa getmək, səyahət etmək arzusunda oluram və daim son ana qədər gözləyirəm. Sonra isə artıq əlavə pul ödəyirəm və istədiyim yerə yox, imkan olan yerə gedirəm, yəni böyrəyimi satmadan. Və uyğun olaraq burada çox rahat bir sistem var. Burada biz dünya turumuza maliyyə baxımından düzgün yanaşa bilərik. Bu bizim üçün nəyə görə rahatdır? Ona görə ki, burada biz tədricən yığaraq, sonra cüzi bir əlavə ödənişlə, bəzən bu cəmi 19 dollar olur. Amma bu 5 ulduzlu oteldə Las Vegas'da 5 gün qalmaqdır və bu qiymət 2 nəfər üçündür. Bütün dünya turları mütləq 2 böyük üçün nəzərdə tutulub, əlavə olaraq uşaqlar üçün isə həmişə ayrıca baxmaq lazımdır. Hər bir dünya turunda təsvir var, neçə uşaq apara biləcəyiniz, neçə böyük ilə bu dünya turuna gedə biləcəyiniz göstərilib. Orada özünə məxsus nüanslar var. Bəs bizim dünya turlarımızın üstünlüyü nədir? Əgər böyük ailəniz varsa, bəzi dünya turlarında dərhal 2 otaq bron edə bilərsiniz. Beləliklə, məsələn, Las Vegas'a baxın, lüks bir otel, 5 ulduzlu bir otel. Aylıq topladığımız ballarımızdan və cüzi əlavə ödənişdən istifadə edirik. Burada 19 dollar var. Venesia 260 dollar. Ancaq burada həm ekskursiya, həm də səhər yeməyi daxildir. Və bir daha xatırladıram, diqqət, bu 2 gün üçün 5 gündür. Hallarımızı istifadə etdikdən sonra Dubayda 99 dollar, 5 ulduz, 6 gün səhər yeməyi daxildir. Çox rahat rezervasiya sistemi. İnanın, ailəniz üçün mütləq bir şey tapacaqsınız. Çünki hər ay 10-15 dünya turumuz olur. Məsələn, sizə avqust ayında bizdə olanları göstərəcəm. Meksika, Qazaxıstan, İspaniya. Bizdə Qətər, Bəhreyn, Maldiv adaları da var idi. Çox möhtəşəm bir tətil oldu. Budapeşti tapmaq olar. Məsələn, sentyabr bizdə belə yerlər var idi. Dubay cəmi 9 dollar, Roma 99 dollar, Cənubi Karolina 190 dollar, Punta Cana 199 dollar. Bu hər şey daxil paketidir. Bolqarıstan 89 dollar səhər yeməyi daxildir. Bunların hamısı 2 nəfərlikdir. Çin, Mərakeş, yəni inanın, Baham adaları. Burada siz mütləq arzuladığınız tətili tapacaqsınız. Sadəcə həqiqətən də bizdə nə qədər möhtəşəm dünya turları olduğunu görəcəksiniz. Mütləq tapacaqsınız. Və bu, bizim yığılmış ballarımızdan istifadə etdiyimiz platformadır. İcazə verin, dünya turlarımız sizin üçün deyilsə, sizə başqa bir platforma göstərin.
O mənada ki, burada tarixlər konkretdir və konkret istiqamətə əməl olunur. Məsələn, viza rejiminə və ya tarixlərə görə bu sizə uyğun gəlmir, amma siz xal topladınız. Xahiş edirəm, Hayal platforması GetAIS. Burada daha çelik tarixlər və daha çelik istiqamətlər var. Məsələn, Avropanı seçdiniz və sentyabr ayında Avropada hara gedə biləcəyinizi yoxladınız. Burada sizə daha çelik tarixlər təklif olunacaq. Çünki, məsələn, indi bir Alman qız üçün İngilis dilində təqdimat hazırlamağı yeni bitirdim. O, Almandır. Biz Avropaya baxdıq və ay olaraq sentyabrı seçdik. Məsələn, bugün qeydiyyatdan keçdim və sabah harasa getmək istəyirəm. Və biz baxdıq, hara gedə bilərik. Və inanın, ora getmək üçün çoxlu yerlər var. Hətta sabah getmək istəsəniz belə. Məhz GetAIS platforması bizə bu möhtəşəm imkanı verir ki, istər sentyabr, istər oktyabr, istərsə də başqa bir ay seçə bilək. Bu platformada tarixlər daha çelikdir. Diqqət edin, burada da biz ballarımızdan istifadə edirik və cüzi bir əlavə ödəniş olur. Kanar adaları. Bugün 8 gün bir həftəyə 7 dollara gedib Kanar adalarında bir studiya icarəyə götürə bilərəm. Həqiqət olmaq üçün çox yaxşı səslənir. Mən də ailəm üçün xallardan istifadə etdikdən sonra niyə cəmi 7 dollar olduğunu sizə biraz sonra deyəcəyəm. Çünki ailəmdə bu xallar mənim üçün artıq pulsuzdur. Meksika. 149 dollara 8 günə Orlando, Floridaya 8 günə 142 dollara gedin. Budur, diqqət yetirin, 2 yataq otağı var. Yəni GetAIS daha çevik sistemdir. Çünki 1 otaqlı, 2 otaqlı və 3 otaqlı mənzilləri olan kurortlar var. Bax, məhz buna görə GetAIS burada əla bir imkandır. Xüsusilə də 4 və ya daha çox uşağı olan böyük ailələr üçün. Burada da xallarınızı istifadə edib arzuladığınız tətili tapa bilərsiniz. Bu, bizim turizm xidmətlərimizin necə işlədiyidir. Və abunəliklərimiz sayəsində siz platformalarımıza çıxış əldə edən, tətiliniz üçün yığın, onu pəhrə salmaq əvəzinə ona yığa bilərsiniz. Və bununla yanaşı siz turizm saytına da çıxış əldə edəcəksiniz və bütün bunlar abunəlik sayəsində mümkün olacaq. Bilmirəm, siz əvvəllər abunəliklərlə rastlaşmısınızmı? Fitness klub, YouTube, Netflix və ya fərqli abunəliklər ola bilər. Mən bilirəm ki, indi hətta masaj üçün də abunəliklər mövcuddur. Bizim abunəliyiniz, məsələn, mən ilk dəfə belə bir sistemlə qarşılaşdım ki, mən öz məzuniyyətim üçün yığıram və sonra onu istifadə edirəm. Amma bununla yanaşı topdan satış qiymətləri əldə edirəm. Bu, inanılmaz dərəcədə sərfəli bir sistemdir. Dərhal qeyd edim ki, bizdə heç bir müqavilə yoxdur. Klubdan çıxanda heç bir gizli cərimə və ya sanksiya tətbiq olunmur. Kluba necə daxil olmuşsunuzsa, eyni qaydada ballarınızı istifadə edib. Əgər nəsə sizə uyğun deyilsə, dərhal çıxıb gedə bilərsiniz. Amma əslində, əgər bütün platformaları və onların necə işlədiyini başa düşsəniz, artıq növbəti məzuniyyətinizdə xeyli qənaət edəcəyinizə əmin olacaqsınız. Bizdə 3 abunəlik var, 3 fərqli abunəlik. Əsas olan gümüşədir, birinci ayda daxil olmaqla 70 dollar bir dəfəlik ödənişdir. Lakin bu əsas üzvlük sizə qənaət sistemi vermir. Bu, yalnız turizm sahəsinə girişdir. Titan paketindən başlayaraq siz səyahət web saytını pulsuz əldə edirsiniz. Artıq bu turizm saytına girişiniz var. Üzvlük üçün ödədiyimiz hər dollar, bəli, ayda 75 dollar, artıq 150 turist nöqtəsinə çevrilir. Bu, bizim daxili valyutamızdır. Və bu hallarla biz artıq bütün dünya turlarını sifariş edirik və hazırıq. Mənim ilk işim sizə burada heç bir maliyyə riskinin olmadığını izah etməkdir. Siz daxil olandan, bu abunəliyə qoşulanda hər dollarınız, o sizin üçün yığım sisteminə gedir. Siz sadəcə hansısa giriş üçün ödəniş etmirsiniz. Burada artıq yığmağa başlayırsınız. Yəni, bu sizin piggy bankınızdır. Bəli, bu sizin burada olan qənaət sandığınızdır. Və burada siz bu xalları topladıqda, əgər kifayət qədər xalınız yoxdursa, narahat olmayın. Titan və Platinum paketlərimizlə GetAIS dünya turlarını bron edə bilərsiniz. Yeganə fərq odur ki, Titan paketi ilə topladığınız xallarla dünya turlarını yalnız 50%-ə qədər bron edə bilərsiniz. Yəni, bu yığım sisteminin yarısını istifadə edirsiniz. Qalan yarısını isə sadəcə öz vəsaitinizlə, yəni kartınızla ödəyirsiniz. Ona görə də bizim ən populyar paketimiz əslində elə belə populyar deyil. Bu, hamımız üçün ən rahat paketdir. Niyə? Çünki burada siz bu kumulyativ sistemdən istifadə edib dünya turları üçün ödəniş edə bilərsiniz. GetAIS bəzən 80%-ə qədər və inanın, bəzən dünya turlarından və burada 100%-ə qədər qaçışlardan istifadə edirsiniz. Burada çox rahat sistem var. 270 dollara başa gəlir. Daxil olursunuz, bu ödənişli üzvlük paketini alırsınız və əmanət sisteminizdə artıq 135 dollarınız var. Və sonra hər ay biz 135 dollar yatırırıq, 270 turistik bal qazanırıq və onlarla sonra dünya turları GetAIS bron edirik. Və burada siz topdan satış qiymətlərinə sahib olursunuz. Yəni, siz mütləq şəkildə çox yaxşı qənaət edəcəksiniz.
Gəlin sizə biraz belə bir mühasibat hesablamasını izah edim ki, bu mənə həyatımda ən yaxşı qərarlardan birini verməyə kömək etdi. Mən bu kluba qoşuldum, qorxmadım. Çünki həmişə belə şeylər həddindən artıq yaxşı səslənir ki, güya həqiqət ola bilməz. Bizim beynimiz belə işləyir. Kimsə deyir, bu həddindən artıq yaxşıdır ki, həqiqət olsun. Kimsə deyir, mən nəyə görə nəyəsə pul ödəməliyəm. Mən Expedia'ya girərəm, ora-bura baxaram, orada da hansısa endirimlər tapa bilərəm. Bu bizim beynimizin işləmə tərzidir. Biz həmişə bu imkanı görə bilmirik, ona görə də mən oturdum. Mühasib kimi yenə də vərdişlə düşündüm. Belə Katya uzun müddətli vaxt illik balansı nəzərdən keçir. Mən nə ödəyəcəyəm və nə əldə edəcəyəm? $135, 12 ay bu illik 1620 Amerika dolları edir. Bu bizim abunəliyimizə hər ay ödədiyimiz məbləğdir. Bu pulla təbii ki, biz 270 turistik balımızı əldə edirik. İldə 3240 turistik bal bu, ən azı 2 dünya turu, bəzən də getaiz deməkdir. Və bizdə dünya turlarının qiyməti bu ballarla 1200-dən 1800 turistik bala qədər dəyişir. Yəni, orta hesabla siz ildə 2 dünya turu və ya getaiz əldə edirsiniz. Bu artıq yaxşıdır, çünki bu dünya turlarının qiyməti ictimai platformalarda xeyli yüksəkdir. 1620 bala bu dünya turlarına gedə bilməzdiniz, əgər bizim platformamıza çıxışınız olmasaydı. Davam edək. Bu il ərzində siz əlavə bir bonus da əldə edirsiniz. Bu bonus məzuniyyətdir, yəni sizin seçiminizə uyğun olaraq 40 ölkədə komplementar məzuniyyətdir. Siz yalnız vergiləri ödəyirsiniz. Expedia və Booking ilə bron edəndə də eyni qaydada vergiləri ödəyirsiniz. Əlavə məzuniyyət, yalnız vergi ödəyirsiniz. Yəni siz pula qənaət edirsiniz və biz artıq orada çoxlu insanlarımızı saymışıq. Yüzlərlə insan bu pulsuz məzuniyyətlərə gedir. Digər sosial platformalarda nə qədər ödəyəcəklərini müqayisə edirik. İnanın, bu bir neçə $100 qənaətdir. Burada siz də qalibsiniz. Dünyanın hər yerində istiqamətlərə baxın. Argentina, Braziliya, Belçika, Kolumbiya, Fransa, Almaniya, Hindistan, İrlandiya, İsrail. Bəli, yəni baxın, həqiqətən də İtaliya, Yaponiya, Malayziya, Niderland, Filippin. Burada siz də özünüz üçün bir istiqamət seçə biləcəksiniz. Və siz yalnız vergiləri ödəyirsiniz, hansı ki, istənilən başqa platformada da ödəyəcəksiniz. Siz vergiləri ödədiniz və sizə bonus məzuniyyət hədiyyə olunur. Bax, bu odur ki, siz birinci il üçün 3 məzuniyyət əldə edirsiniz, üzvlük haqqınız müqabilində 3 məzuniyyət alırsınız. 1620 ödədiniz, 3 məzuniyyət əldə etdiniz. İkisi topdan satış qiymətindən, biri isə yalnız vergilər hesabına. Təsəvvür edirsiniz, bu nə qədər sərfəlidir. Üstəlik, sizdə turizm saytına limitsiz giriş də var, bəli. Orada turizm saytından, məsələn, mən bir həftəyə $400 qənaət etdim. Siz də orada qənaət edəcəksiniz. Bəzən bu 20 funt ola bilər, bəzən isə mənim nümunəmdə gördüyünüz kimi hətta bir neçə min də ola bilər. Vəssalam, bu yalnız turizm klubudur. Bu sadəcə səyahət haqqındadır. Bu sadəcə səyahət etmək istəyən də artıq pul ödəmək istəməyənlər üçündür. Bu, sizin üçün bir hekayədir ki, dəqiq biləsiniz. Ümid edirəm ki, sizi çatdıra bildim ki, hətta sadəcə səyahətçi olsanız belə, bu çox sərfəlidir. Görüşümüzün ikinci hissəsi isə tərəfdaş olmaq, turizm kimi çox uğurlu və perspektivli bir sahədə əlavə gəlir əldə etmək istəyənlər üçündür. Və əslində bu elə bir biznesdir ki, məncə ümumiyyətlə onu etmək çox xoşdur. Bax, bugün mən sizinlə Valensiyada oturub danışıram, otel bron etmişəm, qənaət etmişəm, ailəm yanımdadır, biz səyahət edirik. Biz Alicante'dən gəlmişik, indi isə köçəcəyik, Torontoya gedəcəyik, orada bəzi işlərimizi həll edəcəyik və artıq yaşamaq üçün İspaniyaya və ya seçəcəyimiz başqa bir yerə keçə bilərik. Bax, bu da 2 il əvvəl məhz bu imkanı dəyərləndirdiyimə görə mümkün oldu. Mən hesabladım, belə deyək, öz mühasibat balansımı çıxardım. Burada heç nə itirmirəm, əksinə qənaət edirəm. Eyni zamanda bu şirkət bizə pul qazanmaq, başqalarına səyahətlərdə necə qənaət etməyi göstərmək imkanı verir. Mənə klubunun digər platformalardan nə ilə fərqləndiyini izah etməyə ehtiyac yoxdur. Sadəcə göstərirəm. Bax, sən məzuniyyətə getmək istəyirsən. Bax, Expedia'm, bax, bizim klub, daxil ol, qənaət et, sevin. Ona görə də bugün bu qədər asanlıqla, bu qədər həvəslə sizə də bu səyahət klubunu tövsiyə edirəm. Əgər siz də bizim platformadan tərəfdaş proqramı kimi istifadə edərək qoşulmaq istəyirsinizsə, cəmi $99.95 ödəmək kifayətdir. İldə bir dəfə tərəfdaş proqramının ödənişini edirik və bununla yanaşı burada veb-saytda, back-office, marketing video təlimlərindən, açar təslim biznesə və vergi üstünlüklərinə çıxış əldə edirik. Bütün bunlar cəmi $100, siz sadəcə açar təslim bir biznes əldə edirsiniz. Burada sizi sadəcə bu biznesə daxil etmirlər, həm də uğurlu olmağın yollarını izah edirlər, artıq işlənmiş bir modeli sizə göstərirlər. Burada hər şey aydındır, hər şey şəffafdır. Sadəcə olaraq insanlarla bu imkanı bölüşürük ki, onlar səyahət edə bilsinlər.
Yaxud bəlkə də tanıdığınız kimsə var ki, maliyyə çətinliyi yaşayır. Siz də bu imkanı onunla bölüşə bilərsiniz. Deyə bilərsiniz ki, bax, bu elə bir biznesdir. Və burada həqiqətən də heç bir maliyyə riski yoxdur. Və diqqət edin, bütün açar təslim biznesi cəmi 370 Amerika dolları ilə başlaya bilərsiniz. Bu məbləğin artıq 135 dolları dostlar, sizin gələcək məzuniyyətiniz üçün hesabınızda olur. Bax, 370 dollar. Əgər siz biznesmensinizsə, muzlu işləyirsinizsə, tələbəsinizsə, pensiyaçı və ya tək olsanız belə, hər birimiz bu biznesi başlaya bilərik. Əgər bugün bir insanın bu biznesi başlamaq üçün 370 dolları yoxdursa, mən ona deyirəm, sən bu işə hələ dünən başlamalıydın. Düzünü desəm, burada həqiqətən də maliyyə riski yoxdur. Burada artıq işlənmiş bir proqram var ki, uğur, pul və biznesi hər kəs qura bilər. Sizin hansı təcrübənizin, hansı təhsilin və ya nə işlə məşğul olmağınızın heç bir önəmi yoxdur. Burada siz bu biznesi qura biləcəksiniz, çünki bizdə çox şəffaf və eyni zamanda çox sadə referal proqramı var. İndi diqqət edin. Bu, ilk növbədə məni çox təsirləndirdi. Eşidəndə dərhal başa düşdüm ki, bu həddindən artıq yaxşıdır, gerçək olmağa bənzəmir. Və mənə biraz vaxt lazım oldu ki, başa düşün, şirkət üçün belə dahiyənə bir referal proqramının niyə səhvəli olduğunu. Mən eşidəndə ki, siz burada platinum paketi ilə 3 partnyoru qeydiyyatdan keçirə bilərsiniz. Məsələn, məndə platinum paketi var. 3 tərəfdaş. Və bu andan etibarən üzvlük mənə heç nəyə başa gəlmir. Sadəcə bu barədə düşün. Mən şirkət üçün 3 satış etdim və o andan etibarən şirkət mənə məzuniyyət üçün pul ödəməyə başladı. Mən heç vaxt belə bir şey eşitməmişəm. Mən bilirəm ki, çoxu müxtəlif proqramlar var. Həm referal proqramlar, həm məhsullu şəbəkə şirkətlərin müxtəlif şeylər. Orada həmişə hansısa bir planı yerinə yetirmək lazımdır. Əgər sən bir ay ərzində heç nə etmişsənsə, qazanc əldə etmirsən, yəni məhsul dövriyyəsi etməlisən. Özün satmalı, daim müştəri axtarmalısan. Amma burada belə deyil. Mən 3 nəfərə çatdım, izah etdim ki, necə sərfəli səyahət edə bilərlər və soğan. Və o andan etibarən şirkət mənə pul ödəməyə başlayır. Əvvəlcə hər satılan paketə görə mənə 50 dollar ödədilər. Bu, ümumiyyətlə dahiyənədir. Mən bilirəm ki, affiliat marketingi var. Orada bir satışa görə belə pul verirlər, hətta daha az. Və insanlar affiliat marketingi ilə işləməyə sevinirlər. Burada isə mənə iş satış üçün dərhal 150 dollar ödədilər. Və indi diqqət. Bu andan etibarən şirkət mənə hər gün pul ödəyir. 4 dollar 45 sent hər gün alırsan, Katya. Və bu mənim üçün elə bir şey idi ki, ay Allah. Bu o deməkdir ki, şirkət mənə ayda 135 dollar hesablayır. Bu pullar mənim membership, abunə haqqımı ödəməyə gedir. Bununla yanaşı, mən 270 turistik bal qazandım, hansı ki, onları öz GTA istiniya turlarında istifadə edirəm. Yəni, cəmi 3 satış edərək şirkətdən 2 tədili komissiya hesabına alıram. Cəmi 3 satış. Və bu, məhz pasiv gəlir haqqındadır. Yəni, burada mənə qətiyyən bütün dostlarımı zəhlə trikmək lazım deyil. Burada daim satış etmək də lazım deyil. Burada mən sadəcə, həqiqətən 3 satış edirəm. Və əgər bu insanlar xoşbəxtdirsə, mən də xoşbəxtəm, 2 tətilim var. Hamısı bu qədər. Bu, möhtəşəm bir andır. Bundan sonra isə əlbəttə artıq biznes başlayır. Əgər burada biznes qurmaq istəyirsinizsə, onda komandanız böyüdükcə gəliriniz də artacaq. Bizdə 16 tərəfdaş var, halbuki sizin müştərinizdə 4 tərəfdaş var. 16 tərəfdaş sizə artıq gündə 10 dollar qazandıracaq gündə. Onlardan 135 ayda bir dəfə abunə haqqının silinməsinə gedir. 135 dollardan artıq olan hər şey, yəni ayda 300-dən 700 dollara qədər sizin nağd pulunuzdur. Bu, bank hesabınıza çıxardığınız pullardır. Daha sonra 50 tərəfdaş, hər komandada 25 tərəfdaş olmaqla bizdə bina struktur var. Siz artıq gündə 25 dollar qazanırsınız. Burada üstəlik bonuslar da var. 126 tərəfdaş, gündə 70 dollar. Cəmi 250 tərəfdaşınız olduqda, onlardan 9-u sizin şəxsi tərəfdaşlarınız olsa, siz gündə 100 dollar qazanacaqsınız. Düzünü desəm, mən bunu eşidəndə öz hesablamamı aparmalı oldum. Uzun müddət araşdırdım ki, niyə belədir, bu nə qədər sərfəlidir. Başa düşürəm ki, şirkət reklama pul xərcləmir. Şirkət artıq izah edə bilən tərəfdaşlara sərmayə qoyur ki, bu sistem necə işləyir. Artıq özüm səyahət edirəm, özüm qənaət etmişəm və bir insana deyə bilərəm. Bax, sənə kömək edəcəyəm və əgər ehtiyacın varsa, bron etməyə də kömək edərəm. Sənə biznes qurmaqda da kömək edə bilərəm. Çünki mən başqalarına biznes qurmağa kömək etdikcə mənim biznesim də böyüyür. Bugün mən ambassadora mövqeyindəyəm. Mən bu səviyyəyə çıxmaq üçün 2 il vaxt sərf etdim. Bu artıq gündəlik 140 dollar gəlir deməkdir. Bu sadəcə şərtsiz gəlirdir. Üstəlik bonuslar da var. Burada biz, yəni minimum 4200 dollar alırıq. Əslində isə bonuslarla birlikdə burada minimum 6000 dollar pasiv gəlir əldə edirik. Üstəlik burada ambassadora mövqeyində əlavə qazanc imkanı da var. Siz 10-15 min dollar qazana biləcəksiniz.
Bundan əlavə, ambasadora kimi burada əlavə bonuslarınız da olacaq. Bu artıq tamam başqa bir həyat tərzidir. İnanın 2 il ərzində mənim kimi heç vaxt satışla məşğul olmayan, hətta bir vaxtlar mən satış bacarmıram kimi stereotipi olan bir insan belə işdən çıxıb bu səviyyəyə çata bilər. Üstəlik, mənə hər gün işə getmək lazım deyil. Bu tamamilə fərqlidir. Bu həm zaman azadlığı, həm də maliyyə azadlığıdır. Və bütün kompensasiya planımızı mən sizə belə bir Excel cədvəlində izah edə bilərəm. Baxın, sadəcə olaraq bütün müddət ərzində cəmi 9 nəfər dəvət etmək lazımdır. Mən sizə dəqiq deyə bilərəm ki, 2 il ərzində mən 10 nəfər dəvət etmişəm. Mən 10 nəfər dəvət etdim və onlarla birlikdə ambasadora qədər yüksəldim. Ona görə də burada mütləq yaxşı gəlir var, burada mütləq passiv gəlir var və burada limitsiz gündəlik gəlir əldə etmək mümkündür. Burada hər biriniz həm səyahət, həm də biznes üçün özünüzə uyğun imkan tapa bilərsiniz. Və bir daha qeyd etmək istəyirəm ki, bu çox maraqlı bir turizm sənayesidir. Bu biznesi həqiqətən asan izah etmək olur, maraqlıdır və onu dünyanın istənilən yerindən idarə etmək mümkündür. Bəli, bugün Valensiyadayam, sabah Torontodayam. Mən bunu hər yerdə edə bilərəm, bu işi qura bilərəm. Yaxşı, mənim üçün bu əlbəttə ki, həyal işidir. Çoxları üçün düşünürəm ki, ev işi olduğu üçün ailəm yanındadır. Siz mənim uşağımın arxa planda qaçdığını görürsünüz. Bu da gözəldir. İndi təqdimatımı bitirdikdən sonra şəhəri gəzməyə gedəcəyəm. Bu da çox əladır. Və mən sabah haradan pul tapacağımı düşünməli deyiləm. Çünki sabah oyananda hələ qəhvəmi içməmiş, artıq gündəlik bonusum olan $140 hesabıma keçiriləcək. Üstəlik gün ərzində komandadan da bonuslar gələcək. Və bu həqiqətən də inanın mənə buna çox dəyər. Sadəcə cəsarət toplayıb bu imkandan istifadə etmək, həyatımı dəyişmək istədiyimə qərar vermək lazımdır. Daha çox səyahət etmək, bu biznesi qurmaq istəyirəm. Ambasador səviyyəsinə çatmaq üçün nə qədər vaxt lazım olmasının fərqi yoxdur. Bizdə elə insanlar var ki, 2 aya çatırlar. Elə insanlar da var ki, 5 ilə çatırlar. Bu işə nə qədər vaxt sərf edəcəyinizin heç bir əhəmiyyəti yoxdur. Amma buna baxmayaraq, siz bu imkandan istifadə etdiyiniz üçün özünüzə çox minnətdar olacaqsınız. Çünki məhz bu şirkət sizə imkan verəcək, sizə elə bir yol göstərəcək ki, siz yatanda da pul qazana biləsiniz. Məşhur Warren Buffett'in xəbərdarlıq etdiyi kimi ömrünüzün sonuna qədər işləməyəsiniz. Təşəkkür edirəm. Sona kimi qalıb dinləyən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Hamı qaldı. Vaxt ayırdığınız üçün çox sağ olun. Ümid edirəm ki, sizə çata bildim. Sizdən soruşmaq istəyirəm. Sizi düşünən və sizi bu görüşə dəvət edən şəxsə təşəkkür edirəm. Ona müraciət edin. O, mənim təqdimatım zamanı sizdə yaranan suallara cavab verəcək. Amma sizə dəqiq deyə bilərəm ki, əgər sizə elə gəlirsə ki, bu sizə uyğun deyil, deməli, sadəcə mən hansısa bir aspekti tam aydınlatmamışam ki, məhz o sizə uyğun ola bilər. Buradan, bu şirkətdən, bu klubda hər kəs özünü tapır. Bəziləri şirkətə, insanlara, bu hərəkətən, bəli, pozitiv insanlardan ibarət bu icmaya görə gəlir. Bəziləri, məsələn, bir qız var idi, deyirdi, Katya, mən ayda bir dəfə toplaşıb networking etmək üçün $150 ödəyirdim. Bəli, yəni biz bir-birimizi reklam edirik və mən bunun üçün pul ödəyirəm. Yəni mən orada networking etmək üçün pul ödəyirəm. Burada isə deyir, eyni networking var, amma üstəlik bu pullar mənim səyahətlərimə gedir və ətrafda pozitiv insanlar var. Bəziləri burada biznes üçün imkan tapır. İnanın, burada həqiqətən hər kəs üçün çox əla bir imkan var. Sadəcə burada sizə uyğun olanı tapmaq lazımdır və siz burada mütləq uğurlu olacaqsınız. Və ən azı səyahət etmək istəyənlər üçün siz səyahətlərinizə görə əhəmiyyətli dərəcədə qənaət edəcəksiniz. Hətta əgər siz biznes qurmağı planlaşdırmısınızsa və ya hansısa səbəbdən dərhal biznesə başlamaq istəmirsinizsə, sadəcə bunun nə qədər sərfəli olduğunu yoxlamaq istəyirsinizsə, burada tam rahat ola bilərsiniz. Bu, hər kəs üçün möhtəşəm bir imkandır. Bu qədər. Sizə təşəkkür edirəm. Hər birinizə. Çox sağ olun, təşəkkür edirəm. Qeydiyyatı dayandırırıq.